Azərbaycanda bu şəxslərə 2 dəfə çox maaş veriləcək. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq. Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, dəyişikliklər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində birinci oxunuşda dəstəklənərək plenar iclasa tövsiyə edilib. Belə ki, həmin günlərdə əməyin vaxta muzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının 2 mislindən, əməyin işə muzd ödənilmə sistemində 2 qat işə muzd qiymətlərində və aylıq maaş alan işçilərə iş aylıq iş vaxt norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğində aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla əmək haqqı ödəniləcək. Millət vəkili qeyd edib ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaş ilə təmin olunması baxımından vacib idi. Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 25 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 3 saat əlavə işdə olubsa, həmin saatlara görə 75 manat deyil, ən azı 150 manat maaş hesablanacaq. Digər tərəfdən Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bu maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək.